Selam dostlar, yeni bir videoyla karşınızdayım. Bu videoda ne videosuydu? Blognotumda ne çekmiştim? Ressam kanal. Yani ki Brawl Stars'ın logosunu çekmişim. Sonra paylaştığım neydi o? Subway Surf logosunu çəkdim videosuna yəqin ki baxmışsınız. Ona görə də bu videonu paylaşıram. Bu arada Brawl Stars'da 9065 kupa oldum. Bu arada həqiqi deyirəm 3-cü həftə oldu. 3 həftədir ki Brawl Stars izləmişəm. Nə bilim. Bu arada Hayday oynayırdım. 7. seviyədəyəm. Heç silmirəm ki artıq 47. seviyədəyəm da niyə silim? Nə qədər oyunlar var amma onu buraxmışam indi. Məqsədim 100.000 abunə olmaqdır. Əgər 100.000 abunə olsaz, onlar da var. 5 il ərzində gücünüzü göstərin. 5 il buradayım. Bütün videolarım 5 il öncə olacaq. Gücünüzü göstərin. 5 il ərzində 100.000 abunə ola bilsək, sizlərə təşəkkür edəcəm. 100.000 buton qazanma videosu olacaq. O videoların bir neçə like gözləyirəm. Məqsədim 100.000 abunə olmaqdır. 100.000 buton. 1 milyon abunə olsa sevinirəm. Yəni ki, bəzi YouTuberlara abunə olursunuz, amma onlar shorts videosu ilə 100.000 abunə yığır. Onlar sey videolarla hələ. Seylə də olur. Hələ videolar çəkməklə qabaq gedirlər, amma mən Azərbaycana gəlmişəm, hansı videonu gətirmişəm. Bəzi YouTuberlar buna baxırsa, hələ YouTuber olmur. Bu nədir ola? Zevs ilkin verəcək Brawl Stars videoları. Ancaq olamır. Çığ. Kerimzadə Kamran. Yerə bura stikerlə qoyum, çünki Kamran kral qoymuşam. Hansı videonu gətirmişəm? Azərbaycan. 2020-də o nəyə görə yazmışam? Çünki 2020-ci ildə mən verilən hədiyyə Zəfər Günüsü təbrik edən videosu. 2020-niyə yazmışam? Çünki 2020-ci ildə qələbə qazanmışam. Onda mənim 3 yaşım var idi. 4 yaşıma 20 gün qalmışdı. Çünki 28-dən burada doğulmuşam. Elpirim o yoxsa Lumi. Bütün videolarıma da baxıram. Hansı? Videomun adı. Korktum ya. Ala oyun. Qabağa getdim. Gör mənim başım çatmış. 150 dəfə Kamran dedim videosu. Azərbaycan YouTuberlarını sınavladım videosu. Azərbaycan göstərən YouTuberam. Çünki orada Zevsi birinci qolu ilkini də B-yə qoymuşdum. 11 baxışalıq bir ayda. Bu videolardan qorxan arabaqdır. O istikerin demin belə eləmişdim. Çünki qadınlar o nə danışdı? Gör kimsə baxıb qorxacaqdı da, qorxulu videodur. O videonu indi izləmək olmaz. Yəni ki, təksizdə o videonu izləmək. Neysə. Azərbaycan YouTuberlarını qarşılaşdırdım. Azərbaycan YouTuberlarını qarşılaşdırdım videosunu Azərbaycana gətirən YouTuberam.
Bütün YouTuber dediğin nedir? Bilmiyorum o tepa. Mağarsan dil o sanmış. Ağlamaya videom getdi 5 dəqiqə deyil nəsə. Brawl Stars logoma baxın. Brawl Stars yazmışam, rəhləmişəm. Burada yenə Piper, Spike, Mr. P. Necə olub da? Baxın. O üzərindən yorumlarda puanımı unutmayın. İlkin vereceğim. Bu arada Zevs'in fanatları o videonu çəkmişdir. O videonu çəkmişdir. Nə var? Zevs yoxsa Xart ilkin PC'dən seçimində. İlkin PC Xart demişdi görə. Bəzi yorumları oxudum deyir ki Zevs, hamı Zevs'i seçmişdir. Çünki o Xartın 100.000 abunə olmağının səbəbi bir çox kinolarda çəkilibdir. Məsəl üçün 2 manatlıq həyatda 9-cu bölümdə artıq. Onlar da ki ondan Xarta baxırlar və orada adı yadımdan çıxdı bir də kimiydi. Ona görə onlar 100.000 abunə olurlar. Bəzi YouTuberlar dediyim nədir? O 50.000, 100.000 abunə olanlar. Onlar nədir? Qurtdur. Onlar ancaq short videosu ilə oldu. Mən heç short videosu çəkmirəm. Bütçədə. O short videosu çəkənlər adamların xoşuna gəlir. Məsələn, ilkidir, sonra nə qədər YouTuber var hələ. Məhəmməd Əli Həsənovdur, Hilal Əzadədir. Onlar blogerdir. Amma YouTube'da da bir neçə abunələr var. Bu deyirəm o. Onlar ona görə, short videolarına görə qabağa gedirlər. Amma mənim 3 dən short videosum var. Neyse. Ne danışırsa neyse. Bir ilde video çekilir. Salam ya. Sen buram bir şey. Bu arada Brawl Stars vlogu şaşırma puan vermeyi unutmayın. Bu videoda çok uzattım çünkü Azərbaycan bu kontentə gətirən mənəm. Məndən əgər götürüb bəzi YouTuberların 50.000, 100.000 abunələri var. Bəlkə mənim videoma baxıb onlar çəkibdir. Yəni bilmirəm. Niyə bəs YouTube kim videoya baxdığını qısmını qurtdum. Niyə YouTube kim videoya baxdı şeyin gətirməyibdi. Yəni ki gətirsin də kim videoya baxdı, kim baxmadı. Yəni ki bilmirəm. Neyse dostlar, çox uzatdım. Sağ olun, salamat qalın.